Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb. Yeni Sabah az məlumat verir ki, martın 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-12 dərəcə isti, gündüz 19-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 7 mm civə sütunundan 7 mm civə sütununa enəcək. Nisbi rütubət 67% olacaq. Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Çərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-12 dərəcə isti, gündüz 25-30 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə isti, gündüz 20-25 dərəcə isti olacaq. Gələn həftə Türkiyədə havanın temperaturu təxminən 4-5 dərəcə aşağı düşəcək. Ölkə daxilində havanın temperaturu mövsüm normalarından 12-5 dərəcə yüksəkdir. Bir çox şəhərlərdə havanın temperaturu yay göstəricilərinə yaxınlaşıb. Yeni həftədə Qara Dənizdən gələn soyuq hava ilə temperaturlar düşəcək.